Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün sizə Seyid Əzim Şirvani Qafqaz müsəlmanlarına xitab məsnəvisini oxuyub izahını səsləndirməyə çalışacağam. Əssalam ey əhali Qafqaz, ey rəisani sahibül əzaz. Salam, yəni mənasında Əssalam ey Qafqaz əhalisi, ey hörmət sahibi olan insanlar. Hörmət sahibi olan insanlar. Əssalam ey güruhi xeyr əsər, millətin qeyrətini çəkən kəslər. Əssalam ey xeyirli iş görən insanlar, millətin qeyrətini çəkən şəxslər. Dadü fəryad ey güruhi izam, oldu zayi bu millət İslam. Fəryad ey hörmətli adamlar, bu İslam milləti zay oldu. Günü gündən zəlilü xar oluruq. Möhnəti qüssəyə düçar oluruq. Günü gündən zəlil olub hörmətdən düşürük həsrətə, qəmə, kədərə düçar oluruq. Bu qədər dərd kim olur hadis, ona bi-elmlik olur bais. Bu qədər ki dərd olur, ona bi-elmlik səbəb olur. Bir bəladır bu dərdi nadani, ki onun elm olubdu dərmani. Bu nadanlıq dərdi bir bəladır ki, elə bir bəladır ki, onun dərmanı elmdir. Yəni, savadla, elmlə, nadanlığa, cahilliyə üstün gələ bilərik. Bu təəccübdür ey güruhi bəşər, bir kişi yatsa, naxış olsa əgər. Axtarır bir təbibi danadil, ta ki səhhət ola ona hasil. Bu təəccübdür ey insanlar, əgər bir kişi yatsa, xəstələnsə, təcrübəli həkim axtarır ki, sağalsın. Yəni, elm olmasa, savad olmasa, həkim hardan olacaq? İndi naxoşdur millət İslam, ona lazımdır eyləmək əncam. İndi deyir, İslam milləti xəstədir, əncam çarə etmək lazımdır. Dərdimizdir bu dərdi nadanlıq, ki tutubdur bizi pərişanlıq. Dərdimiz nadanlıq dərdidir. Yəni, buna görə də bizi pərişanlıq tutubdu. Qeyrilər etdilər tərəqqiyi tam, qaldı zillətdə firqeyi İslam. Başqaları deyir tam inkişaf etdilər, amma İslam milləti zillətdə qalıb, yəni geridə qalıb. Hər vilayətdə var 5-10 kəsəbə, 50.000 seyyidü axund tələbə. Hər vilayətdə 5-10 kasıb, 50.000 seyyid axund tələbə var. 50 dərviş, 50 mərsiyəxan, hamının sözləri tamam yalan. Deyir, 50 dərviş var, 50 mərsiyə deyən var, amma hamının dediyi yalandır. Yəni, bu qədər insan var, güya elmlə məşğuldular, amma yalandır. 50.000 suxtə, 50.000 sail, 50.000 hoqqabazi nəqabil, 50.000 dərdə əzaba düçar olan var, 50.000 dilənçi, 50.000 qabiliyyətsiz hoqqabazlar var. Hamının fikir xalqı soymaqdır, quru yerdə bu xalqı qoymaqdır. Deyir, hamının fikir xalqı soymaq və yəni xalqı quru yerdə qoymaqdır. Xalqa bunlar hamı qruplardan, bir bunu anlamır, bu qövmü avam. Yəni deyir, bunun hamısı xalqa qurulub bir şeydir də, amma avam xalq bunu anlamır. Bizə qeyrilər eyləyir töhmət, çün tərəqqi edibdir hər millət. Deyir, bizə başqa millətlər töhmət edir. Ona görə ki, həmin millətlər özləri inkişaf ediblər. Gərçi var iş qanan kişi tək-tək, əksəri xalq avamdır bişək. Gəl ki, qanan tək-tük adam var, yəni başa düşən, qanan anlayan, amma əksəriyyəti şübhəsiz ki, avamdır, ağılsızdır. Bilmirik biz hədis mənasın, qanmırıq əhli şər fitvasın. Yəni, hədisin mənasını bilmirik, şər əhlinin fitvasını da anlamırıq, başa düşmürük. Bixəbər olmuşuq şəriətdən, başımız çıxmır elmi hikmətdən. Yəni, şəriətdən xəbərsizik, elmdən, hikmətdən də anlamırıq. Kəsb üçün Həzrət Rəsulullah dedi, Əl-Kasib-i Həbibullah. Məhəmməd Peyğəmbər əleyhissalam kasıb üçün deyibdir ki, Allah halal zəhməti ilə qazananın dostudur. Zeynət-i şəxs elmi ürfandır, elmsiz şəxs misli heyvandır. Zeynətli şəxs mərifətli və elmlidir.
Amma elmsiz şəxs heyvana bərabərdir. Çünki var idi bizdə nadanlıq, bizə üz verdi çox pərişanlıq. Bizdə nadanlıq olduğuna görə çox pərişanlıq üz verdi. Əsərlə bağlı ümumi qeydlər. 19-cu əsr Azərbaycan ədəbiyyatına aiddir. Şairin maarifçilik ideyaları əks olunub. Əruz vəznində yazılıb, xəfif bəhrində yazılıb. Beytlər şəklindədir. Lirik şeir şəklindədir. Məsnəvi formasında qafiyələnib. Həsən bəy Zərdabiyə müraciət edərək bu şeiri özünün Qafqaz müsəlmanlarına məktub adlandırmış, onun çap olunmasını, xalq arasında yayılmasını xahiş etmişdi. Deməli, Həsən bəy Zərdabiyə müraciət edib, yəni bu şeiri Qafqaz müsəlmanları məktub adlandırıb. Əkinçi qəzetində nəşr olunub. Şair gerilikdən xilas olmağın yollarını göstərir. Göstərirdi orada elmdə, təhsildə, savadda. Əsərdə şairin maarifçilik ideyaları öz əksini tapmışdı. İdeyası millət tərəqqiyə, inkişafa, xoşbəxt həyata yalnız elmə yiyələnməklə nail ola bilər. Maarifçi şair Qafqaz əhalisinin digər xalqlardan geridə qalmasının səbəblərindən, günahkarlarından cəsarətlə söz açır. Cəsarətlə. Doğma xalqının düşmənlərini qəzəb və nifrətlə ifşa edir. Hətta onunla yanaşı mütərəqqi ideyaları, yəni inkişaf etmiş ideyaları təbliğ edir. Nöqsanların aradan qaldırılması gerilikdən xilas olmağın yollarını göstərir. Şeirdə mədəni gerilik, tərəqqi və inkişaf yolunda ləngiməni göstərir. Onun səbəblərinə toxunur. Əsərdə inkişaf və tərəqqiyə çağırış vardır. Əsər Qafqaz əhalisinə, hörmət sahiblərinə, xeyir iş görənlərə, millətin qeyrətini çəkənlərə, hörmətli adamlara müraciətlə başlayır. Əsər nə ilə başlayır? Qafqaz əhalisinə, hörmət sahiblərinə, xeyir iş görənlərə, millətin qeyrətini çəkənlərə, hörmətli adamlara müraciətlə başlayır. Millətimizin gündən-günə gözdən düşdüyünü, hörmətsiz olduğunu, dərdə-bəlaya düçar olduğunu bildirir. Bu qədər dərdə isə elmsizliyin səbəb olduğunu söyləyir. Göstərilir ki, nadanlıq dərdi elə bir bəladır ki, dərmanı elmdir. Şair qeyri-millətlərlə bizim milləti müqayisə edir. Onların tərəqqi etdiyini, yəni inkişaf etdiyini, bizim isə zillətdə, geridə qaldığımızı vurğulayır. Şair xalqa tor-tələ quranlar dedikdə din xadimlərini nəzərdə tutur. Fırıldaqçı, hoqqabaz din xadimlərinin fikri yalnız xalqı soymaqdır. Həyatda müşahidə edilən nöqsanların, eyiblərin səbəbini elmsizliklə əlaqələndirir. İnsanın bəzəyi elmdir, mərifətdir. Elmsiz insan heyvana bənzədilir. Nadan insanın başına çox müsibətlər gəlir. Əsərdə acgöz məmurların xalqa zülm etməsi, Çar hökumətinin müstəmləkəçiliyi siyasəti, yeni məktəblərdəki tədris üsulu kimi məqamlar narazılıq obyektləri deyil. Deməli, əsərdə acgöz məmurların xalqa zülm etməsi, Çar hökumətinin müstəmləkəçilik siyasəti, yeni məktəblərdəki tədris üsulu kimi məqamlar narazılıq obyektləri deyil. Yəni, bunlar şeirdə, əsərdə yoxdur. Şeir satirik məzmunda yazılmayıb. Şeir satirik məzmunda yazılmayıb. Görək başqa nə var? Deməli, uşaqlar, rəsani sahibül əhsas, hörmət sahibi olan insanlar. Güruri xeyir əsər, xeyirli iş görən insan. Güruri izam, hörmətli adamlar. Millət-i İslam, İslam milləti. Xar, hörmətdən düşmə. Möhnət, həsrət, qəm, kədər. Hadis, hadisə. Bais, səbəb. Güruri bəşər, insanlar. Təbibi danadil, təcrübəli həkim. Firqeyi İslam, İslam cəmaatı. Kəsəbə, kasıblar. Suxtə, yanmış, yanıq, dərdə, əzaba düçar olan. Sail, dilənçi. Hoqqabazi, naqabil, qabiliyyətsiz hoqqabazlar. Qövmi avam, avam cəmaat. Əl-Kasubi Həbibullah, Allah halal zəhməti ilə qazananın dostudur. Elm ürfan, mərifət elmi. Uşaqlar,
Bu cür paylaşım əgər sizin üçün faydalıdırsa, siz də Səhvəyə dəstək olursunuz, YouTube kanalına dəstək olursunuz, izləyirsiniz, paylaşırsınız, ardı gəlsin. Şərh bölməsində qeyd edərsiniz.